Hər vaxtınız xeyirli olsun. Belə bir tərəzi sualının izahını vermiş olacağam. Diqqətlə baxsaq nə görürük burada? Baxın, A-nın qiyməti BC-yə bərabərdir, yəni BC. Biz burada nə deməliyik? Buradakı məcburuq ki, bir dənə bu A-nın yerinə nə yazaq? Bu A-nı buradan yerinə silək, buradakı A-nın yerinə BC yazaq. BC. Və diqqətlə baxsaq, buradakı B ilə və buradakı B ilə bu B-ni buradakı B ilə nə edək biz? İxtisar eləyək. Burada 2 dənə C qalır. Burada bir dənə D qalır. D-nin qiyməti əgər 2 dənə C-yə bərabərdirsə, biz nə edə bilərik? Məsələn, bu D-nin yerinə, bu aşağıdakı D-nin yerinə nə yazmalıyıq? 2 dənə C yazmalıyıq. Və tərəzinin sol tərəfində 3 dənə C varsa, deməli tərəzinin sağında da 3 dənə C ola bilər də. Elə cavabımız hansı variant olur? Təbii ki, C variantı.